Bütün Azərbaycanda, o cümlədən Lənkəranda məşhur olan bu mahnı Talış folklorunun möhrü sayılan Aylolo mahnısıdır. Bəli, bu dəfəki söhbətimiz Azərbaycanın Lənkəran şəhərində yaşayan talışlarla bağlıdır. Verilişimizə talış folkloru ilə başlamağımız əbəs yeri deyil. Bu xalqla bağlı Lənkəran şəhərində bir çox məlumatlara yiyələndik. Ancaq onların içərisində diqqətimizi ən çox cəlb edən talışların el nəğmələri oldu. Çünki bu xalqın böyükdən balacaya bütün nümayəndələrinin həyatında el nəğmələrinin xüsusi yeri var. Adi bir zümzümə ilə yaranan və bugün folklor nümunəsinə çevrilən talışların xalq mahnıları onlar üçün xoş sədalı bir musiqi nömrəsindən daha çox həyatda hər cür çətinliyin yükünü azaldan, müşkülləri açan, ürəyə təskinlik, vücuda qüvvə verən yaddaşın biraz da dəqiq desək, uluların, əcdadların səsidir. Bu mahnıları biz özümüzdən elə basalamışıq. Qabaq çalğı yox idi. Biz toylara gecə ilə gedərdik. Toyları mahnılarla keçirdərdik. Çoxdan uşaqlıq vaxtıydı. Bizə dərs demirlər, bizə müəllimi yanına aparmırlar. Özümüz bunlar basalamışıq, özümüz oxuyuruq. Öz balalarımıza, qardaşlarımıza. Nə qədər istəyirsən mahnı, nə qədər istəyirsən var. Bir köynək dikmişəm balam adına. Əsasən evdə, doğmalar, daha dəqiq desək, ailə üzvləri üçün oxunan talış xalq mahnıları bugün nəinki ölkəmizdə, hətta ölkəmizdən uzaq, xarici ölkələrdə də maraq və zövqlə dinlənilir. Bu sənəti davam etdirənlər isə o nəğmələrin yarandığı ocağın övladlarıdır. Dumandır, gələn yollar, ruha canım qurbandır. Öyrənən çoxdur, elə bil həvəskardılar bu mahnıları. Üzdəki bu mahnıları çox istəyirlər. Bizim keçmiş adət ənənəmizdir bu. Bicara, əlbəttə bicara ayı, çayda çay yığa-yığa mahnı oxuyardılar. Pomidor əkəndə, kələm əkəndə bütün işləri demək olar ki, onlar mahnı ilə öz gününü keçirdiblər sahada. Əsrlərdən bəri qorunan, gələcək nəsillərə ötürülən talış folkloru əlbəttə ki, ötən zamanla birgə təkamül prosesi keçərək bugün zənginliyinə zənginlik qatıb. Talışların yarım əsrdən çoxdur ki, fəaliyyətdə olan Nənələr folklor kollektivi olduqca zəngin repertuara malikdir. Onlar bu repertuarda təkcə talış dilində olan mahnılar yox, həm də Azərbaycan dilində olan mahnılar ifa edirlər ki, bunun da müəyyən səbəbləri var. Talış nənələrdən ibarət olan bu kollektiv sadə bir folklor qrupu yox, həm də talış mədəniyyətinin keçmişindən və bugünündən xəbər verən güzgüdür. Tolerant bir xalq olan talışlar sahib olduqları mədəniyyətin zənginliyini fərqli dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə edərək bütün xalqlarla bölüşürlər. Söhbət talışların mədəni irsindən düşmüşkən məşhur talış həsirlərindən danışmamaq olmaz. Daha çox qədim zamanlarda toxunan və istifadə olunan həsirlərə və həsir toxuma texnikasına bugün sadəcə muzeylərdə təsadüf etmək mümkündür. Gördüyünüz bu alət də onlardan biridir. Həsirlə yanaşı, talışlar həm də geyim toxuculuğunda çox məharətli olublar. Yaşlı talış nənələrin dediyinə görə, onlar öz dövrlərində heç bir mağazadan, dükandan geyim almazmış. Ürəklərindən keçən və təsəvvürlərində canlandırdıqları libasları özləri toxuyarmış.
Bütün xalqların, o cümlədən Talışların qədim tarixi və zəngin mədəniyyəti var. Təbii ki, bu dəyərləri qorumaq, yaşatmaq və ən əsası gələcək nəsillərə ötürmək üçün bir neçə yol var ki, onlardan da ən vacibi təhsildir. Lənkəranda Talışların kompakt şəkildə yaşadığı kəndlərdə artıq 23 ilə yaxındır ki, Talış dili tədris olunur. Bugün məktəblərin istifadə etdikləri dərsliklərin ərsəyə gətirilməsində və yenilənməsində isə Talış xalqının dilçi alimlərinin xüsusi rolu var. Bəzi mənbələrin məlumatına görə Talış dili Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir. Bu dil Fars, Tat, Kürd, Tacik, Puştu, Dəri, Beluc dillərinə daha yaxındır. Məktəblərdə Talış dili ilə bağlı dərsliklərin az olmasına baxmayaraq, şagirdlərə müəllimləri tərəfindən şifahi şəkildə bir çox məlumatlar verilir. Uşaqlara məktəblərdə tədris olunan bu Talış dili fənnindən həm onun qrammatikasını öyrədirlər, həm də ki, Talış dilinin folkloru ilə tanış olurlar, tarixi ilə tanış olurlar, mədəniyyəti ilə tanış edirik uşaqları. Talış xalqının atalar sözləri, zərb məsələləri, yantımacıları ilə, nağılları ilə tanış olurlar və yaxud son zamanlar Talış dilində yazan şairlərlə tanış olurlar. Onların bəzi Azərbaycan şairlərimiz var ki, tanınmış Azərbaycan şairlərinin əsərlərindən, şeirlərindən tərcümə olunur kitablarda Talış dilinə. Onlar onunla da tanış olurlar. Bugün gənc talışların əksəriyyəti Azərbaycanın dövlət universitetlərində və ya dövlətin dəstəyi ilə dünyanın məşhur ölkələrində təhsil alır ki, bu da onların elmə nə qədər dəyər verdiklərinin göstəricisidir. Övladlarımız Moskvada, Amerika Birləşmiş Ştatlarında, Kanadada və Avropa ölkələrində həm təhsil alıblar, həm də xalqımızı tərənnürlər, Azərbaycan xalqını tərənnürlər və xalqın nümayəndəsi kimi orada öz bilik bacarığını göstərir və yaxud əksinə, orada təhsil alıb, qayıdıb Azərbaycanda vətənimizin istənilən güşəsində, istənilən orqanlarda, istənilən elm təhsil sahəsində fəaliyyətləri göstərir. Talışların elmə olan marağının digər bir səbəbini də tapındıqları İslam dininə bağlasaq yanılmarıq. Öz dinlərinə olduqca bağlı olan bu xalq İslam qaydalarına xüsusi riayət edir və bu dinin qanunlarına əməl edirlər. İstər elmə olan hədsiz maraqları, istər tolerantlıqları, istər zəhmətkeş, qonaqpərvər və bu kimi bir çox müsbət xarakterlərə sahib olmaları bunun bariz göstəricisidir. Talışlar həddindən artıq zəhmətkeş insanlardır. Qadın, kişi, yaşlı, cavan bir sözlə burada hamılıqla əziyyətli çörəyin daha dadlı olduğunu düşünüb bilirlər. Məhz bu səbəbdən də təsərrüfatla bağlı qədim iş prinsiplərinə hələ də sadiqdirlər. Kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan talışların həyatında çəltikçiliyin xüsusi yeri var. Dediklərinə görə onlar bu sahə ilə ta qədimdən məşğul olublar ki, onun da bariz göstəricisi hal-hazırda evlərində istifadə etdikləri ding alətidir. Ding adlı bu alətin məhsul verimliliyinin az olmasına baxmayaraq, hələ də öz həyətində bundan istifadə edənlər var. Ancaq buna baxmayaraq, talışlar dingdən qazanc mənbəyi kimi istifadə etməyiblər. Kimə maraqlı olubsa, öz həyətində bu texnikanı qurub, onun vasitəsilə ailəsinə lazım olan qədər çəltikdən düyə ayırıblar. Bunu hər adam döyə bilmir. 2 ayaqla bunu hər adam döyə bilmir. Yəni, kim gətirsin, ürək istədiz adam, sıxsın oraya, onu döysün. Namağını kəsin onu döyə. Yəni, biz evdə, o vaxtı tanbur. O vaxtı biz ata-babadan görmüşük, anamızdan, batamızdan, böylərimizdən. Və oğlum vurur, 2 ayaqla döyür. Çıxsın onu siz 2 ayaqla döyə bilməzsiniz. 2 nəfərin birgə işlətdiyi bu alətin bəhrəsi az, təhlükəsi isə çoxdur. O döyür ki, mən burada ehtiyatım gəlir, özüm saxlamalıyam, onu yox. O qaldırdı, o daşdır onun üstündə bağlı. O gəlir, ağzı da dəmirdəndir. Əgər mən əlimi gec çəkə bilsəm, mənim əllərimi barmaqlarını yıxıram. Gəldik çatdıq talışlarla bağlı söhbətimizin ən dadlı yerinə. Bu görüntülərdən sizə də məlum olduğu kimi ləvəngidən danışacağıq. Zəngin talış mətbəxinin ən məşhur yeməyi olan ləvəngini Azərbaycanda yaşayıb dadmayan adam az olar. Ancaq ləvənginin hazırlanma sirrini hər adam bilməz. Həmin sirləri Lənkəranda uzun illərdir fəaliyyət göstərən bu təndirxananın aşpazı bizim üçün açdı.
Talışlarla bağlı səfər etdiyimiz Lənkəran şəhərindəki sonuncu dayanacağımız bu ev oldu. Hal-hazırda Lənkəranda daha çox talışların yaşadığı Separadi kəndindəyik. Burada olmağımızın səbəbi isə xanımı Azərbaycanlı, bəyi isə talış olan Cəfərovlar ailəsinin 63 illik həyat hekayəsi ilə tanış olmaqdır. 1953-cü ildən bir yastığa baş qoyan bu ahıl insanların 10 övladı, 83 nəvə nəticə və bir götücələri var. Fərqli dillərə sahib olan bu insanları birləşdirən Azərbaycan dili olsa da, onlar hər iki dili, talış və Azərbaycan dilinin yüksək səviyyədə bilirlər. Tam bir multikultural ailə olan Cəfərovların 2 övladı da özləri kimi müxtəlif xalqlardan olan insanlarla ailə həyatı qurublar. Ailənin ağbirçəyi Zərifə xanım böyük və uzun ömürlü ailəyə sahib olmağın yollarından danışarkən söylədiyi ilk söz mehribançılıq oldu. Digər məsələlərə gəldikdə isə İndi 82 yaş, 81 yaş mənim var. Onun da 80 neçə yaşı var bilmirəm. Şükür Allaha ikimiz baba o başını qoyur orada, mən başımı qoyuram burada. Baxırıq televizora, bunlar da hərdən gəlib bizlər günümüzü keçirir, çıxır gedir. Biz belə ailə qurmuşuq. İndiki ailələrə mən ora baxıram, özüm sərşət gətirirəm. Gəlinlərim deyir, gəlinlərim də biri acıq eləsin, ya dədə evinə getsin, ya İraq olsun bir başqa atsı eləsin. Hamısı gəlin gətiriblər, qız ərə veriblər, baba da bunlarındır. Oğul nəvələrim, oğul nəvələrimdir bunlar mənim. Gəlinlərim uşağı budur, gəlim uşağı oldu, daha nisbətən oğlandır. Bunların evlatlarıdır bunlar. Bizdə belə şey yoxdur. Az olanda az qalmışıq, çox olanda tok qalmışıq. Biraz nə var orada ki, ocağımda, nə yavandan, yağdan pişirmişəm, çırpamı sərmişəm, oturub yemişim, şükür Allaha. Cəfərovlar ailəsinin ağsaqqalı Əziz kişi uzun və əziyyətli ömür yolu keçdiyini, bu yolda çox təcrübələrə yiyələndiyini, ancaq onların içərisində ən vacib olanını belə izah etdi. Əncə hörmət lazımdır. Şəriətin, Allahın qanununda budur. İnsan üçün budur. İşte nə millətində olursa olsun, bu böyük ədəmdir. Talışlarla bağlı müşahidələrimiz onu göstərdi ki, onlar bu həyatda nə edirlərsə etsinlər, hər şeyi sevgi ilə edirlər. Torpağa, yurda, elə, obaya və bu el-obanın adamlarına, qocalarına, gənclərinə, uşaqlarına, dünəninə və sabahına sevgi ilə.